Bugün Şimali Azərbaycanın 9-cu əsrin ikinci yarısında iqtisadi inkişaf izahına baxacaq. Xəlil Əhmədlidən birinci suala baxaq. Deyir ki, xəritədə rəqəmlə işarələnmiş ərazinin 19-cu əsrin ikinci yarısı tarix üçün səciyyəvi deyil. Xəritədə göstərilib Gəncə. Yəni bilirik ki, bura Gəncə ərazisidir. Baxaq, Şimali Azərbaycanın əsas taxıl anbarı hesab olunur. Bəli, taxılçılıq ilə əsas Gəncə quberniyasında, yəni Yelizavetpol quberniyasında. Şəhər Duması tərəfindən idarə edilir. Bilirik ki, 1892-ci ildə Gəncədə şəhər islahatı keçirilmişdi. Demək, bu da aiddir. Bizə aid olmayan istəyir. Quberniya mərkəzidir. Bəli, 68-ci ildən, yəni 1868-ci ildən Gəncə quberniya idi. Bunu da götürə bilmərik. Bütün idarəçiliyi komendantın əlində cəmləşmişdi. Bilirik ki, 1840-cı ildə komendant idarəsi ləğv edilmişdi. Yəni, ikinci yarısında artıq komendantlıq yox idi. Gürcü-Mertiya quberniyasının tərkibinə daxil edilməsi Gürcü-Mertiya quberniyası ləğv olub 46-cı ildə, yəni birinci yarıda. Götürə bilmərik. Deməli, cavabımız olacaq 4 və 5. İkinci suala baxaq. Şimali Azərbaycanın 19-cu əsrin 70-80-ci illər tarixi dövrünə aid deyil. Aid olmayan soruşur bizə. Ortabab kəndlilərin qolçomaqlara çevrilməsi. Bilirik ki, 1870-ci islahatından sonra ortabab kəndlilər torpaqlarını satın aldı və qolçomağa çevrildi. Kəndlərdə təbəqələşmənin sürətlənməsi, bəli. Neft mədələrində muzlu əməyin tətbiqinə başlanması. Tətbiqinə başlamanı 70-yə götürə bilmərik. Çünki bilirik ki, 64-cü ildə kəndlilərin məcburi əməyi ləğv oldu. Bundan sonra muzlu əmək başlamış. Ona görə C variantı olacaq. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda pambıqçılıq və tütünçülüyə aid ümumi cəhət müstəmləkə bitkisi adlanması. Xeyr, müstəmləkə bitkisi pambıqçılığı, tütünçülük deyildi. Yeni təsərrüfat sahəsi kimi 19-cu əsrin ikinci yarısında meydana gəlməsi. Xeyr, pambıqçılıq əvvəlcədən də var idi. Siemens qardaşlar şirkətinin inhisarında olması. Bilir ki, Siemens qardaşları metallurgiya sahəmizə kapital qoymuşlar. Xaricdən gətirilən eyni məhsullara rüsum tətbiq edilməsinin bu sahələrin inkişafına səbəb olması. Bəli, həm pambıq üzərinə, həm tütün üzərinə gömrük rüsumu qoyulmuşdu deyə inkişafı da artmışdı. 4-ə baxaq. Şimali Azərbaycanın 19-cu əsrin ikinci yarısı tarixinə aid doğru xüsusiyyətləri müəyyən edin. Yelizavetpol quberniyasının əsas taxılçılıq mərkəzidir. Bəli, bayaq dediyimiz kimi əsas Yelizavetpolda əkilirdi. Şəki Avropada ən böyük müəssisə hesab edilən fabriki yerli kapitalistlər. Xeyr, 1861 Şəkidə böyük pay fabrikini açmışdır ruslar. Deməli, 2 səhvdir. Neft sənayesində kapitalist münasibətlər metallurgiya sahəsindən daha əvvəl inkişaf etməyə başlamışdı. Xeyr, metallurgiya sahəmizdə 65-ci ildə metal zavodu idi, amma neft sənayemizdə daha sonra, 72-dən sonra daha çox inkişaf eləmişdi. Ona görə götürə bilmərik. Qalakənd zavodu Nobel qardaşlar şirkət tərəfindən təsis edilmişdi. Xeyr, Nobel qardaşları yox, Siemens qardaşları. Nobel qardaşlar neftimizə kapital qoymuşdu. Bakıda ilk toxuculuq fabrikinin əsası Rus sənayesi tərəfindən qoymuşdu. Bilirik ki, Bakıda ilk toxuculuq fabriki 1900, o da Hacı Zeynalabdin Tağıyev, yəni yerli kapitala məxsus. Ona görə bunu da götürə bilmərik. Cavabımız olacaq yalnız 1. Yəni C variantı. Bir şey baxaq. Qeyd edilmiş sahələrin 19-cu əsrin ikinci yarısı tarixinə aid Eyler-Venn diaqramının uyğunluğu müəyyən edin. Deməli, 1-də neftimizdir, 2-də metallurgiya, 3 ipəkçilik, 4-də oxşar. Kapitalist tipli müəssisələrin fəaliyyət göstərməsi. Təbii ki, bunu həm neftimizə, həm ipəkçiliyimizə, həm də metallurgiyaya oxşar götürə bilər. 4-də olacaq A variantı. 19-cu əsrin 80-90-cı illərində Fransız və İngilis kapital nüfuzu, bu təbii ki, neftimiz olacaq. Bilirik ki, neftə xarici kapital daxil olmuş 70-ci illərdə. Deməli, 70-də İsveç, 80-də Fransız, 90-da İngilis kapital daxil olmuş. Deməli, 1-ə gedəcək. Deməli, neft necədədir? 1-ə gedəcək B. 19-cu əsrin 60-cı illərində təsis edilmiş fabrikin Avropanın ən böyük, bu təbii ki, Şəki ipək fabrikidir. 3-ə gedəcək C. Qalakənd zavodunun inşası, bu gedəcək əlvən metallurgiyaya. 2-yə gedəcək D. Əsasən Alman kapital, bu da təbii ki, metallurgiyamızdır. Deməli, 2-yə D, Y, 3-ə C, 4-ə A, 1-ə də B variantı. Deməli, 5-ə oldu A variantı. 6-ya baxaq. Xəritədə işarələnmiş ərazinin 19-cu əsrin 60-80-ci illər tarixini. Bu ərazimiz Gədəbəydir. Gədəbəyin yanı Daşkəsən, Daşkəsənin yanı Kəlbəcər, Kəlbəcərin yanı Laçın, daha sonra Gədəbəyin üstü bura Tovuz, Gəncə. İndi baxaq Gədəbəyə görə nə istəyirsən? 19-cu əsrin 60-80-ci illər. Yerli xam mal əsaslanan ilk tütün fabriki Şəkidə, ən böyük tütün fabriki Bakıda olmuşdu. Toxuculuq fabrikinin təsis edilməsi. Toxuculuq fabriki Şəkidə idi. Daha sonra da Bakıda idi. Neft kəmərləri. Gədəbəydə neft kəmərləri yox idi təbii ki. Nobel qardaşlar şirkətinin inhisarında Nobel qardaşlar neftimizə kapital qoymuşdu.
Alman kapitalı əsasında müəssisənin yaradılması. Bəli, 65-ci ildə Gədəbəy misərtmə zavodu fəaliyyətə başlayır. 83-cü ildə isə Qalakənddə misərtmə mis saflaşdırma zavodu fəaliyyətə başlamışdır. Deməli, olacaq Y variantı. 7. Çar Rusiyasının ilk vaxtlar Azərbaycan nefti hesabına neftə olan tələbatını ödəyə bilməməsinin səbəbi ABŞ-dan ixrac edilən neftin daha keyfiyyətli olması. Xeyr, bizim neftimiz daha keyfiyyətli idi. Rusiyanın daxili quberniyaları ilə Azərbaycan arasında geniş nəqliyyat yolunun olmaması. Bəli. Daha apara bilmirdilər deyə, yol yox idi deyə, ona görə Rusiya nefti ABŞ-dan gətirirdi. Bu da inkişafın qarşısını müəyyən qədər alırdı. 8-ə baxaq, daha əvvəl baş vermişdir. Dünyada ilk dəfə buruq üsulu 1848. Şimali Azərbaycanda neft sənayesinin iltizamı ləğvi 72. Balaxanı neft mədənlərində kəndləri məcbur əmək 64. Suraxanda neft emal edən zavod 59. Qaraşəhər rayonu 73. Bizə daha əvvəl baş verən soruşduğuna görə ilk buruq üzülü. Demək, 8 olacaq A variantı. 9-a baxaq. Neft istehsalında muzlu əməyin tətbiqinə geniş yol açdı. Neft istehsalında muzlu əməyin tətbiqinə geniş yol açdı. Bibi Heybətdə buruq üsulu ilə neft quyusunun qazılması 48 əlaqəsi yoxdur. Neft sənayesində iltisamın ləğvi 72. Balaxanı neft mədənlərində kəndlərin icbari əməyin ləğv edilməsi. Bəli, icbari əmək ləğv olunandan sonra muzlu əməyin tətbiqinə geniş yol verilir. Ardıcılığı müəyyən edin. 10-cu sualda. Neftin hərrac yolu ilə açıq satışa çıxarılması. Bu olacaq 72. Dünyada ilk neft quyusunun qazılması 48 qazma buruq. ABŞ-da neft emal edən ilk müəssisə 59. Neft mədənlərində buxar mühərriki 73. Düz qoş edək. Deməli 48, 59, 2, 3, 1, 4. 2, 3, 1, 4. 10 B variantı. Uyğunluq gözlənilmişdir. Dünyada ilk dəfə mexaniki qazma buruq üsulu ilə neft quyusu qazıldı. Suraxanda, xeyr, Bibi Heybətdə qazılmışdı. Suraxanda ilk neft emal edən Ağ neft zavodu təsis edildi Almanlar, xeyr, Ruslar tərəfindən. Neft yataqları hərrac yola satılmağa başladı 64, xeyr, 72-ci ildən. Nobel qardaşlar şirkətini yaratdılar, İsveçlilər, bəli. Nobel qardaşlar İsveçin idi. Siemens qardaşlar Almaniyanın idi. Hadisə nəticə əlaqəsi pozulmuşdur. Balaxanı mədənlərində kəndlilərin icbari əməyinin ləğv edilməsi, neft sənayesində muzlu əməyin tətbiqinin genişlənməsi. Bəli, bayaq dediyimiz kimi 64-də məcbur əmək ləğv olur. Muzlu əməyin tətbiqi genişlənir. Deməli, A düzdürsə, A-nı çıxardırıq. Dünyada ilk dəfə mexaniki qazma buruq üsulu ilə neft quyusunun qazılması, neft sənayesində iltisam sisteminin ləğv edilməsi. Qazılıb 48, iltisam ləğv olub 72, yəni əlaqəsi yoxdur. Arada çox fərq var. Cavad Məlikovun Ağ neft emal edən zavodunu inşa etdirməsi tarixdə ilk dəfə soyucu sistem. Bəli, düzgün fikirdir. Deməli, C-də düzsə C-ni çıxardırıq. Bakı-Tiflis dəmir yolunun çəkilməsi, ilk dəfə Azərbaycan neftinin Rusiyaya daşınmağa başlaması. Deməli, ilk dəfə deyildi, xeyr. 83-cü ildə çəkilmişdi, ondan əvvəl daşınır. Deməli, D-ni götürə bilmərik. Yeni oxuyaq. Dərbənd Petros Mahaçqala dəmir yolunun işə salınması, Cənubi Qafqaz dəmir yolunun Ümumi Rusiya dəmir yoluna birləşdirilməsi. Bəli, bu düzgün fikir. Deməli, olacaq B ilə D. 10-ca baxaq. Şimali Azərbaycanda neft sənayesinin iltisam sistemi ləğv edilmə səbəblərindəndir. Neftli torpaqlarda kəndlilərin icbari əməyindən istifadə edilməsi, xeyr. İngilis kapital neft sənayesinin nüfuz etməsi, xeyr. Rusiyada və dünyada neftdən sənaye miqyasında, bəli. Bilirik ki, Rusiyada artıq neftdən sənaye miqyasında istifadə olunur. Bundan sonra neftimiz daha da inkişaf edir. Elə ona görə 72-ci ildə iltisam sistemi ləğv etmişlər. 14. 19-cu əsrin 70-80-ci illərində Şimali Azərbaycanda neft sənayesinin sürətli inkişafının səbəblərinə aid deyil. Rusiyada və dünyada neftdən sənaye miqyasında, bəli, bayaq dediyimiz məsələ, Azərbaycanda ucuz işçi qüvvəsi, bəli, Azərbaycan neftin daha keyfiyyətli, bəli, Rusiyanın özünün neft yataqlarının aşkar edilməməsi, bəli, İngilis şirkətinin Bakı neft sənayesində böyük kapital qoyması. Bilirik ki, İngilislər bizim bazara daxil olub 90-cı illərdə. Bizdən soruşur 70-80-ci il, ona görə yeni götürə bilmərik. 15. Nobel qardaşları şirkətinin Azərbaycanda fəaliyyətinə aid xüsusiyyətləri müəyyən edin. Neft daşıyan tankerlərin istifadə verilməsi, bəli, 78. Bakıda ilk toxuculuq fabriki, bu 1900 Tağıyev. Fransız kapitalını təmsil etməsi, xeyr, İsveç kapitalı idi. Mədənlər arasında ilk dəmir yolunun çəkilməsi, bəli, elə bu da Nobel qardaşlarına məxsusdur. Əsas fəaliyyətinin metallurgiya sənayesi ilə bağlı olması, xeyr, bunlar neft sənayemizdədir. 1 və 4. 16-ya baxaq. Daha sonra baş vermişdir. Dünyada ilk dəfə neftayırma prosesində soyuducu sistem 63. İlk dəfə Xəzər dənizində maya daşıyan tankerlər 78. Dəmir yolu neft daşımasında ilk dəfə vaqon sterlilər 80. Bakıda neft mədənləri, neftayırma zavodları arasında kəmər 78.
Balaxan neft mədənləri kəndləri məcbur etməyə 64. Deməli, ən son baş verdiyini soruşduğuna görə olacaq dəmir yolu ilə neft daşımasına vaqon istəyirlər. 19-cu əsrin 50-60-cı illəri neft sənayesinin inkişafının göstəricilərindəndir. Nobel qardaşlar şirkəti neftin daşıma sahəsi tədbirlər görməz. Bilirik ki, Nobel qardaşlar daxil olub 79-cu ildə biri götürə bilmərik. Azərbaycanlı kapitasiyanın daha üstün xeyr, bizim kapitasiya alıb 72-ci ildə. Neft emal edən müəssisənin yaradılması, bəli, 59. Neftin emalında ilk dəfə soyuducu sistemi, bəli, 63. Olacaq 3-4. Buxar mühərrikinin tətbiqi də 73-dür. Ona görə bunu götürə bilmərik. Dünyada ağ neft bazarlarının bölüşdürülməsi üçün saziş imzalanmışdı 1893-cü ildə. Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı yaranır və iki əsas şirkət vardı. Bir Nobel qardaşlar şirkəti İsveçin, bir də ABŞ-ın Standard Oil şirkəti idi. Yəni Rockefeller'in açılıq Standard Oil, yəni olacaq C variantı. 19-a baxaq. Azərbaycan 19-cu əsrin 70-ci illəri, 19-cu əsrin 80-ci illəri. Neft sənayesində buxar mühərrikinin tətbiqi 73. Gədəbəydə misərtmə zavodunun təsis olunması 65. Xəzər dənizində ilk dəfə neft daşıyan tankerlər 78. Deməli, birdən B-ni götürə bilmərik. Olacaq A ilə C. 2. 80-ci illər. Nobel qardaş şirkətinin yaradılması xeyr, bu 70-ci illər. Bakıda neft daşınmasında vaqon istəyirlər, bəli. Hərbi verginin 87, bəli. Hərbi vergi almağa başlayıb 87-ci ildə. B ilə C. İltisam sisteminin ləğv edilməsinin Azərbaycan neft sənayesində yaratdığı nəticələrdən deyil. Xarici kapitan ölkə neft sənayesini nüfuz etməsi, bəli. Suraxanda neft emal edən ilk fabrik meydana gəlməsi. İltisam sisteminin ləğv olub 72. Suraxanda ilk neft emal edən zavod 1859-dur. Yəni əlaqəsi yoxdur bir-birlərindən. 21-ə baxaq. Şimali Azərbaycanın 19-cu əsrin 60-cı illər tarix üçün səciyyəvidir. Gədəbəydə misərtmə zavodu inşa edilməsi, bəli, 65. Hərbi vergi 87 olmaz. Balaxanı kəndlərin məcburi əməyinin ləğv edilməsi bu olub 64. Elə bunu götürəcəyik. 1-lə 3 olacaq o zaman. Yelizavetpolda şəhər islahatı bu olacaq 90-cı illər. Bizə soruşur 60-cı illər. Ona görə olacaq 1-lə 3. 1863, 1864, 1872-ci ildə olan hadisələri düzməliyik. Deyir ki, neft quyularının hərrac yola satılmağa başlandı. Deməli, bu olacaq 3-ə A variantı. Neft mədənlərində muzlu əməyin tətbiqinə geniş yol verildi. İcbar əməyin ləğvindən sonra 2-yə B variantı. Dünyada ilk dəfə neft ayırma prosesində soyuducu sistemindən istifadə edilməsi 63C variantı. Neft sənayesində iltisam sisteminin ləğv edilməsi. Təbii ki, 72. Demək, 3-ə gedəcək D variantı. Balaxan neft mədənləri, kəndlərin məcbur əməyin ləğv edilməsi, bu da 64. 2-yə gedəcək Y variantı. Deməli, 1-ə C, 2-yə B, Y, 3-ə də A, D. Ardıcılığı müəyyən edin. Avropada ən böyük ipək sarma müəssisəsi 61. Rusiya imperiyasının ilk neft kəməri 78. Qalakent misərtmə saflaşdırma 83. Azərbaycanda hərbi verginin tətbiqi 87. Deməli, 1, 2, 3, 4. Səhv fikirləri müəyyən edin. Qalakent misərtmə saflaşdırma zavodu inşa edildi ruslar tərəfindən, xeyr, almanlar tərəfindən. Şəkidə Avropada ən böyük ipək sarma müəssisəsinin əsası qoymuşdu almanlar, xeyr, ruslar tərəfindən, elə 2-də səhvdir. Rusiya hökuməti Azərbaycanda imkan vermək istəmirdi. Xam malı hazır məhsula çevirən müəssisənin açılmasına, bəli, bu düzgün fikirdir. 19-cu əsrin sonlarında elektrik stansiyasının tikilmişdi Bakıda, bəli. Demək, bu da olacaq 1-2. Şimali Azərbaycanın 19-cu əsrin 50-60-cı illərindən fərqli olaraq 70-90-cı illərində 50-60-dan fərqli olsun, 70-90-cı illərdə olsun. Dövlətin etdiyi yardım nəticəsində kəndlərin torpaq mülkiyyəsi çevrilməsi. Bilirik ki, torpaq mülkiyyəsi olub 70-ci illərdə, amma dövlət yardım etmirdi. Elə məqsədlərdən biri dövlətin yardım etməməsi. Ona görə biri götürə bilmərik. Kəndlərdə kapitalist məhsullar inkişaf etməsi, bəli, bunu götürə bilərik. Neft sənayesinin texniki yenilikdən istifadə edilməsi. Texniki yenilikdən istifadə 50-60-dan fərqli 70-90-cı il. Bəli, bunu da götürə bilərik neft sənayemizdə. Daha sonra əhalinin malcəhət və çöpbaşı vergisini ödəməsi. Bu lap əvvəldən gəlib, böldü götürə bilmərik. Neft sənayesində xarici kapital nüfuz etməyə başlaması. Bəli, 79, Nobel qardaşlar 2-3.